Qoç bürcü. Günün ilk yarısı üçün vacib bir şey planlaşdırmaq ehtimalı azdır. Bu dəfə xoş olsa da, bir qədər faydasız olacaq. Diqqətinizi cəmləmək çətin olacaq və unutmaq və ya şeyləri qarışdırmaq riski yüksək olacaq. Bir çox qoç həmişə ilə daha az diqqətli olacaq. Buna görə də başqa vaxt fərq edə biləcəkləri şeyləri qaçıracaqlar. Xoşbəxtlikdən tanıdıqları biri vacib detalları göstərə və ya bezdirici bir səhvi düzəltməyə kömək edə biləcək. Günün ortası yaradıcı yanaşma tələb edən fəaliyyətlər üçün əlverişlidir. Bu zaman başqalarının ağlına belə gəlməyəcək ideyalar ortaya çıxa bilər və onları həyata keçirmək üçün əlverişli an çox tezliklə gələcək. Bu, həm də cəsarətli təcrübələr üçün əlverişli zaman olacaq. Əgər yeni bir şey sınamaq istəyirsinizsə, indi tam zamanıdır. Qoç bürcünün nümayəndələri bugün, xüsusən də səyahət edənlər üçün çoxlu həyəcanverici təcrübələr yaşayacaqlar. Yol boyu xoş görüşlər mümkündür və onlardan biri romantik nəticə ilə nəticələnə bilər. Buğa bürcü. Günün başlanğıcı, xüsusən də mürəkkəb problemləri həll etməklə məşğul olan buğa bürcü üçün çətin olacaq. Nəyinsə plana uyğun getməməsi, uzun müddətli müqavilələrin pozulması və başqasına həvalə etməkdən məmnun olduğunuz işlərə vaxt itirməli olmağınız ehtimalı yüksəkdir. Uğursuz sövdələşmələr və alış-verişlər mümkündür və ümumilikdə bu vaxt maliyyə məsələləri üçün əlverişli deyil. Özünüzü yerinə yetirməsi çətin olacaq, öhdəliklərlə bağlamaq riski daşıyırsınız. Günün ikinci yarısı həyatın bir çox sahəsində nəzərə çarpan müsbət dəyişikliklər gətirəcək. İşdə irəliləyiş ehtimalı yüksəkdir və bir çox buğa bürcü peşəkar mövqelərini möhkəmləndirəcək. Əgər son vaxtlar müdirinizlə tez-tez fikir ayrılıqlarınız varsa, indi kompromis əldə etmək üçün bir fürsət olacaq. Bəzi buğa bürcləri uzun müddətdir ki, mübahisə etdikləri insanlarla birgə hərəkətlər barədə razılığa gələcəklər. Axşam xoş sürprizlər və hədiyyələr vəd edir. Məsələn, köhnə borcların ödənilməsi kimi pul vəsaitlərinin daxil olması da mümkündür. Əkizlər bürcü. Gün uğurlu, həm xoş sürprizlərlə, həm də yadda qalan anlar ilə zəngin olacaq. Müxtəlif insanlarla ünsiyyət qurmaq imkanınız olacaq və onlardan çoxlu faydalı məlumat əldə edəcəksiniz. Əlbəttə ki, yenə də hər şeyi yoxlamalı olacaqsınız. Amma əvvəllər qaranlıq və son dərəcə qarışıq görünən məsələləri daha dolğun başa düşəcəksiniz. Əkizlərin bir çoxu bugünün müsbət tendensiyalarından istifadə edərək işgüzar əlaqələri gücləndirəcək və ya yeni müttəfiqlər qazanacaq. Həqiqətən də indi ideyaları bölüşmək və planlarınızı həyata keçirmək üçün başqalarını cəlb etmək üçün əlverişli zamandır. Təəccüblü təsadüflər və qəribə hadisələr sizi maraqlı düşüncələr düşünməyə vadar edəcək və gündəlik işlərə fərqli baxmağınıza kömək edəcək. Böyük alış-verişlər də daxil olmaqla alış-veriş üçün əlverişli gündür. Ümumiyyətlə maliyyə məsələləri üçün əlverişli gündür. Pulunuzu ağıllı şəkildə idarə edəcək və asanlıqla onsuz edə biləcəyiniz şeylərə xərcləməkdən çəkinəcəksiniz. Şəxsi münasibətlər ahəngdar şəkildə inkişaf edəcək. Bu baxımdan gün uzun müddətdir birlikdə olan cütlüklər üçün xüsusilə əlverişli olacaq. Xərçəng bürcü. Ünsiyyət üçün əlverişli gündür. Əvvəllər soyuq və uzaq davranan, sizə az diqqət yetirən insanlarla təəccüblü dərəcədə asanlıqla əlaqə qura biləcəksiniz. Bugün belə insanlar sizi yalnız maraqla dinləməyəcək, həm də paylaşdığınız ideyaları dəstəkləyəcəklər. Həyata keçirəcəyiniz fəaliyyətlər dəyərli təcrübə qazanmağınıza və faydalı əlaqələr qurmağınıza kömək edəcək. Nağd pul daxil olmaları ehtimal olunur və ümumilikdə gün maliyyə baxımından yaxşı keçəcək. Planlaşdırılmamış alış-verişlər sərfəli olacaq və pulunuzu xərclədiyinizə görə peşman olmayacaqsınız.
Gözlənilməz diqqət əlamətləri son vaxtlar biraz ruhdan düşmüş xərçəng bürcünün əhval-ruhiyyəsini qaldıracaq. Günortadan sonra detallara diqqət yetirmək və məsuliyyətli və ciddi yanaşma tələb edən ciddi məsələlərə diqqət yetirə biləcəksiniz. Başladığınız işi tamamlayana qədər diqqətinizi yayındırmaq istəməyəcəksiniz. Bu həmçinin yaradıcı planları həyata keçirmək üçün də əlverişli zamandır. Şir bürcü. Günün əvvəlində hər şey gözlənildiyi kimi getməyəcək. Baş verənlərə sakit reaksiya verməyə və tanışların tənqidi şərhlərini və ya uğursuz zarafatlarını ürəkdən qəbul etməməyə çalışın. Bəzi şirlər çox əsəbi olacaqlar. Çətin ki, kimsə bu bürcün nümayəndələri ilə ünsiyyət qurmağa cəsarət etsin. Lakin emosional fonun daha ahəngdar və əlverişli olması çox çəkməyəcək. Əhvalınız yaxşılaşacaq və başqaları ilə ünsiyyət qurmaq və razılığa gəlmək asanlaşacaq. Hətta sonda dostlarınız olacaq, yeni müttəfiqlər də tapa bilərsiniz. Günün ikinci yarısı əlverişlidir. Xüsusilə maliyyə məsələlərini həll etməklə məşğul olan şirlər üçün xoş olacaq. Vəsaitlər gözlənilmədən uzun müddətdiki planlaşdırılan planı gerçəkləşdirə bilər. Karyerasında dəyişiklik etməyi düşünən bu bürc nümayəndələri maraqlı təkliflər alacaqlar. İşgüzar münasibətlər kimi başlayan münasibətlər sonda dostluq və ya romantik münasibətlərə çevrilə bilər. Qız bürcü. Gün kiçik anlaşılmazlıqlar olmadan keçməyəcək. Bunlar xüsusən də günün ilk yarısında xüsusilə vacib məsələlərlə məşğul olacağınız və ciddi təşkilati məsələləri həll edəcəyiniz zaman daha çox yayılacaq. Gecikmələrə, gözlənilməz razılaşma pozuntularına və mümkün qədər tez bir zamanda diqqət yetirilməli və düzəldilməli olan kiçik səhvlərə hazır olun. Bir çox şey gözlənildiyi kimi getməsə də, sakit və nikbin baxış bucağınızı qoruyub saxlaya biləcəksiniz. Bu, ətrafınızdakı insanları heyran edəcək. Əvvəllər sizinlə münasibət qurmaqda tərəddüd edən insanlar tənqidi münasibətlərinə görə peşman olacaq və ünsiyyət qurmaq üçün təşəbbüs göstərəcəklər. Hətta onlardan maraqlı təkliflər ala bilərsiniz. Pul riskinə getməmək və mümkün olduqda lazımsız xərclərdən və kortəbii alış-verişlərdən çəkinmək yaxşıdır. Məişət cihazlarının sıradan çıxması kimi bəzi məişət problemləri də mümkündür. Bununla belə, bu problemləri kifayət qədər tez həll edə biləcəksiniz. Tərəzi bürcü. Ətrafınızdakı hər kəs inanılmaz dərəcədə vacib bir işlə məşğul olsa və məqsədlərinə mümkün qədər tez çatmağa çalışsa belə, biraz yavaşlamağınız zərər verməz. Birincisi, özünüzə qayğı göstərmək və iş yükünüzü azaltmaq zərər verməz. İkincisi, baş verənləri anlamaq və əvvəlcə nə ilə məşğul olacağınızı və nəyi təxirə salacağınızı anlamaq üçün biraz vaxta ehtiyacınız olacaq. İşgüzar sövdələşmələrinizdə seçici olun. Bugün özünüzü öz maraqlarını prioritet hesab edən və ya sadəcə öz məqsədlərinə çatmaq üçün başqalarını istismar edən insanların əhatəsində tapa bilərsiniz. Əgər vacib bir problemi həll etməyi planlaşdırırsınızsa, uzun müddətdir tanıdığınız insanlardan kömək istəyin. Dərhal əla və perspektivli görünəcək yeni ideyalar ortaya çıxacaq. Onları tətbiq etməzdən əvvəl tənqidi qiymətləndirməyə çalışın. Arzularla dolu düşüncəni reallıqla səhv salmaq riski var. Günün ikinci yarısı yaxınlarınızla ünsiyyət üçün əlverişli olacaq. Onların dəstəyi və anlayışı çox xoş qarşılanacaq. Əqrəb bürcü. Gün məşğul olacaq. Çox saylı işlər diqqətinizi tələb edəcək və onlar yalnız sizin üçün deyil, həm də ətrafınızdakılar üçün vacib olacaq. Vacib məsələləri tək başına həll etməli olacaqsınız. Ancaq bəzi kiçik və əhəmiyyətsiz işləri etibarlı köməkçilərə həvalə edə bilərsiniz. Çox şey prioritetlərinizin necə olacağından asılı olacaq. Öz məqsədlərinizi və istəklərinizi başqalarının məqsədləri ilə qarışdırmamaq vacibdir. Bəzi əqrəblərin iş, karyera və ya bizneslə bağlı yeni ideyaları olacaq. Bunları diqqətlə nəzərdən keçirməyə dəyər. Çox tezliklə planlarınızı həyata keçirməyə başlayacaqsınız
və həyatınızı tədricən dəyişdirəcəksiniz. Xoş tanışlıqlar, əvvəllər çox eşitdiyiniz insanlarla görüşlər də mümkündür. Köhnə əlaqələri yeniləmək və ya yeni əlaqələr qurmaq şansı olacaq. Bu, aşiq əqrəblər üçün əlverişli gündür və onlara bir çox müsbət emosiyalar bəxş edəcək. Kiçik maliyyə çətinlikləri mümkündür. Onların müvəqqəti olduğunu dərhal anlayacaqsınız. Amma yenə də biraz narahat olacaqsınız. Bununla belə, xərclərinizi azaltmaq zərər verməz. Oğatan bürcü. Günün əvvəlində kiminləsə birgə hərəkət barədə razılığa gəlməkdənsə, müstəqil hərəkət etmək sizin üçün daha asan olacaq. Əgər heç kim planlarınızdan xəbərsizdirsə, onları həyata keçirməkdən sizi çəkindirəcək heç kim olmayacaq. Bundan əlavə, niyə isə bu cür hərəkət etmədiyiniz barədə uzun-uzadı izahatlar vermək məcburiyyətində qalmayacaqsınız. Bir az sonra vəziyyət dəyişəcək. Dəstəyə ehtiyacınız olduğunu hiss edəcəksiniz və bunu dərhal tapacaqsınız. Ən az gözlədiyiniz insanlar tərəfindən kömək təklif edilməsi mümkündür. Günün ortası sizi biraz əsəbiləşdirəcək. Bu zaman işlərdə izahı çətin olan gecikmələr və köhnə razılaşmaların pozulması mümkündür. Lakin bu çətin dövr uzun sürməyəcək. Çox tezliklə ulduzların dəstəyini hiss edəcəksiniz. İntuisiyanız sizə yeni bir şeyə başlamağın vaxtı olduğunu deyəcək. Və bu doğru olacaq. Axşam xoş istirahət və qeyri-rəsmi şəraitdə maraqlı görüşlər vəd edir. Dostlarla görüşməyə dəyər. Danışacaq çox şeyiniz olacaq. Yeni ortaq planlar və məqsədlər ortaya çıxacaq. Oğlaq bürcü. İşgüzar baxımından bu ən yaxşı gün deyil. İşlər istədiyinizdən daha yavaş gedəcək və başladığınız hər şeyi tamamlaya bilməyəcəksiniz. Bununla belə, yaxşı vaxt keçirmək, köhnə dostlarla görüşmək və ya xoş əlaqələr qurmaq üçün fürsətlər olacaq. Peşəkar tədbirlərdə iştirak edən oğlaqlar, onlara kömək edə biləcək insanlarla fikirlərini bölüşmək şansını əldən verməzlər. Hətta sizi yeni zirvələrə aparan bir tərəfdaşlıq da başlaya bilər. İş yerində də daxil olmaqla romantik intriqaların baş verməsi mümkündür. Ulduzlar yeni münasibətlərin ahəngdar şəkildə inkişaf edəcəyinə söz verir. Baxmayaraq ki, istədiyiniz qədər tez olmasa da. Bununla belə, əmin ola bilərsiniz ki, yaranacaq hər hansı gözlənilməz cazibə qarşılıqlı olacaq. Günün ikinci yarısı ailə işləri, yaxınlarınıza kömək etmək və məişət problemlərini həll etmək üçün əlverişlidir. Təsadüfi məclislər və kiçik şənliklər yaxşı keçəcək. Şübhəsiz ki, onlar üçün bir səbəb tapacaqsınız. Dolça bürcü. Xırda şeylərə görə narahat olmayın. Bu ən asan gün deyil, amma müsbət tendensiyalar üstünlük təşkil edəcək. Sadəcə təmkinli olmalı, tələsik qərarlardan çəkinməli və keçici impulslara müqavimət göstərməliyik. Planlarınıza sadiq qalmağa və əhəmiyyətsiz məsələlərə görə diqqətinizi yayındırmamağa çalışın. Ətrafınızdakılar sizin yanaşmanızı bəyənməyə bilər, amma tezliklə hər kəsə düzgün yolu seçdiyiniz aydın olacaq. Səyahətçilər daha diqqətli olmalıdırlar. Tənbəllik etməyin, hər şeyi 2 qat yoxlayın, lazımi sənədlərin olduğundan əmin olun və marşrutunuzu diqqətlə araşdırın. Maliyyə məsələləri ilə məşğul olarkən ehtiyatlı olmaq faydalı olacaq. Gələcək haqqında düşünmək və yeni hədəflər qoymaq faydalı olardı. Bu barədə yaxınlarınızla danışa və ortaq planlarınızı müzakirə edə bilərsiniz. Bu cür söhbətlər bir-birinizi daha yaxşı başa düşməyinizə və son fikir ayrılıqlarını geridə qoymağınıza kömək edəcək. Balıqlar bürcü. Vaxtınızı ayırsanız, gün yaxşı keçəcək. Ardıcıl olun və bir işdən digərinə tələsməyin. Ciddi məsələləri öz üzərinə götürən balıqlar, təcrübəsi dəfələrlə onlara kömək etmiş insanlarla məsləhətləşməkdən faydalanacaqlar. Liderlər və başqaları üçün məsuliyyət daşıyanlar bəzi çətinliklərlə üzləşə bilərlər. Başqalarını anlamaq və hətta yaxşı tanıdığınız insanlarla belə ortaq məxrəc tapmaq çətin olacaq. Hər kəs hərəkətlərinizi bəyənməyəcək.
Ona görə də tənqidlərə təəccüblənməyin. Səhərlər xüsusilə güclü olmayan müsbət təsir zamanla getdikcə daha çox nəzərə çarpacaq. Balıqlar bürcünü çox xoş bir axşam gözləyir və onlar bunu ailə məsələlərinə, yaxınları ilə vaxt keçirməyə və ya qohumlara kömək etməyə həsr edəcəklər. Valideynlər üçün uşaqlarla yola getmək xüsusilə asan olacaq və birlikdə sadə fəaliyyətlər hər kəsin əhval-ruhiyyəsini qaldıracaq. Romantik görüşlər də yaxşı keçəcək, o cümlədən xüsusi bir şey gözləmədiyiniz görüşlər də.